Hamıya salam, mənim adım Madonna və bu mənim Novruz bayramının vlogumdur. 4 gündən ibarətdir. Birinci gün mən getdim, podrugumla görüşdüm. Burada biz qəşəng getdik, əyləndik. Qardaşını da özündən götürmüşdü. Çox yaxşı uşaqdı bu arada. Çox sevdim, yəni çox gözəl insanlar. Podrugamın podrugası ilə də görüşdük. O da çox gözəl bir insandı. Əyləndik, güldük, dedik. Open the f***ing door, Cassie! Sonradan da uşaqlar qərar verdi ki, evə getməyə vaxtı gəldim. Burada bir yerdə gedirik, gözəl bir kampaniya ilə. Həqiqətən də çox mehriban uşaqlardı. Salam. Selamlar. Bu mənim ən yaxın podrugamdır. Adı Aysel'dir və biz Aysel'lə bugün gedirik. Hara gedirik? Mağazalara gedirik. İnşaatçılar metrosunun falan yaxınlığında qəşəng makyaj da. Как? Makyaj çıkısı Makyaj üçün yəni belə şeylər falan gedirik baxmağa. Sanki əslində keçən dəfə özümə deyirdim ki, daha makyaj məhsulları falan almayacağam. Özüm üçün o qədər də yox, yəni Aysel üçün gedirik baxmağa. Çünki Ayselin bir krema ehtiyacı var. Aysel özünə krem aldı. Ondan sonra mən evə getdim və heç nə daha çəkə bilmədim. Bu sabahki gündü. Burada işlərimi həll eləyəndən sonra gəldim bibimgilə və burada tonqal falan yandırmışdılar. Bəzi kıyafetler falan giyindim. Bunlara bak. Anlatıyor Canan 7 defa. 3 4. Sen təzə paltarda getmək istəyirdin. Tam səmimi ürəyimdən deyə bilərəm ki, bu bayram çox gözəl keçdi. Bibimin sayəsində təbii ki, onun yoldaşının sayəsində, qızının sayəsində. Süfrəni də çox gözəl bəzəmişdilər, çox xoşuma gəldi. Bu sənədən sonra sizi tanış edeyim uşaqlar. Bu mənim bibim qızıdır, Chanel. Biz həmişə bir yerdə olanda həmişə maraqlı şeylər baş verir. Ne olur özü gelir yaz gelir. Yaşa əmi özün üçün burada əməlli düzəldib. Cidden çox qəşəngdir, çox mükəmməldir yəni. Bağçadır belə. Çox qəşəngdir, düşünürəm. Kamera sıcak. Ama diğer diğer. Sanki burada böyle bir şeydi. Böyle bir tiras falan gibi danışmağa. Neyse. Ha bəli uşaq. Burada bizim kunamızdır. Sevgi bibi de burada. Bəli. Sevgi salam de. Tamam. Böyle bir şeyler. Bayramı mübarek şimdisi. Bəli. Allah vermesin. Gözəl səməni. Ara getirem orta sağ. Burada da var. Böyle bir qəşəng hediye ediblər. Bu arada özelləri ilə eləyib. Allah yine. Az hiç olmasa bu işi burada. Özüm de şey düşür. Ne değil? Ne udarsın? Rusların bir sözü var ya. Adına çok idealı da sana çok kötü var. Ona göre içmem. Ben de bilmiyorum. Allah. Qəşəng söz. Bəs mənası nədir? Çox təsir edicidir. Bir belə uğurlu değil. Öyle işte. Burada son vaxtda çox Türkçe danışıram. Böyle bambaşam ya. Ne oldu? Oğlan. İxtisasın asandır deyənlər üçün çəkmişəm bunu. Dərsdən sonra bilmədim necə alındı, amma Narimanovun filialına Mimi mağazasına gəldik və burada ayrı bir odel var idi. Sadəcə brend paltarlar üçün və gözəl paltarlar var idi. Sadəcə qiymətləri məncə Mimi üçün çox aşırı baha idi. Nə yalan deyim qızlar, bu ayaqqabılara mən həqiqətən də bayıldım. Çox gözəl idi və gələn dəfə düşünürəm ki, gəlib bunları alacağam. Mən gəlmişəm bibimgilə. İndi İnzes falan tərəfdəyəm və gözləyirəm ki, bibim qapını açsın. Neymiş siz?
Nasılsın Şanika? Hanım parayla Müşerli olsun inşallah. Ben eve çatdım. Hem de deyip güldüm, hem de dadlı yemekleri yedim birimin sayesinde. Gözlərimdən bəlli yenə nə qədər yorğunam, amma eybi yox. Tək ki belə yorucu günlər olsun, tək ki belə emosional günlər olsun. İnsanın həyatında maraqlı şeylər olmalıdır. Mənim ən sevdiyim söz, insan pis və ya yaxşı hisslər keçirir. Və bu hisslər o deməkdir ki, bu həyatı yaşayır. Amma yenə də nə olursa olsun, necə varsınız, elə də qalın. Sevdim sizi. Bye bye.